Azərbaycan bayrağına şeiri rədifə görə adlandırılıb desək, doğru fikirdir müəllimlər? Bəli, bayrağın sözü orada rədifdir. Azərbaycan bayrağına sözü rədif deyil, amma bayrağım sözünü deyə bilərik. Amma Azərbaycan bayrağına yox. Yaxşı, bəs burada hansı vəzindədir? Vəzinə gəlin toxunaq. Heca vəznindədir. Bəs janrı varmı, xüsusi bir janrı? Xeyr, yox. Aycan, xüsusi bir janr demirik burada da. Sadəcə olaraq şeir vahidi, şeir şəklinə toxunaq. Şeir vahidi bənddir, şeir şəkli Azərbaycan olduğu kimi dörtlük şəklindədir. Daxili bölgüsü, misra daxili bölgüsü bütün bəndlərdə eynidir. Bu fikir doğrudurmu? Xeyr. Yox, doğrudur. Misra daxili bölgü bütün bəndlərdə 6-5-dir, yadda saxlayın. Bax, bu çox az şeirlərdə belədir. Məsələn, Azərbaycanda da misra daxili bölgü bütün bəndlərdə 4-4-dür. Heydər Babaya salamda 4-4-3-dür bütün bəndlərdə. Burada 6-5-dir. Burada da sabitdir ki, 6-5-dir. Bütün bəndlərdə? Hə, bütün bəndlərdə 6-5-dir. Bütün bəndlərdə 6-5. Hətta qoşmanın özündə belə, bu qoşma deyil, qoşma kimi indi 11 hecalı. Qoşmada da 6-5. Aha, orada əsasən 6-5-dir, amma 6-5 olmaya da bilir. Pərinin özündə çoxsu 6-5 idi, amma bəziləri 4-4-3. Əsr Azərbaycanında belə hamısı 4-4-3 şəklində. Aha, bax görürsüz, bəzi şeirlərimiz var ki, onlarda bölgü konkretdir. Amma bəzilərdə var ki, həm bölgü belə ola bilir, həm belə ola bilir. Yaxşı, bölgüsünü dedik. İndi gəlin qafiyə məsələsinə toxunaq görək. Burada qafiyəmiz necədir Azərbaycan bayrağına şeirində? Qafiyə quruluşu eyni ilə qoşmadakı kimidir desəm, doğrudurmu? Bəli, bax, eyni ilə qoşmadakı kimidir. Aha, bəli, yəni 1 ilə 3 sərbəst, 2-4 həm qafiyə, o birisilərdə ilk üçü bir-birinə həm qafiyə, sonuncu isə birincinin ikinci, dördüncü misrası ilə həm qafiyədir. Qafiyəsi eynidir. Misra daxil bölgüsünə baxanda 6-5 gəlir. Əsas qoşmanın əsasən misra daxil bölgüsü belədir. Amma biz bunu qoşma adlandıra bilmərik. Qoşma əsasən 3-5-7 tək beytdə bəndlərdən ibarət olur. Bu ümumiyyətlə cüt bənddən ibarətdir. Bu məsələ var. Eyni zamanda sonuncu bənddə adətən qoşmada müəllifin özünə müraciəti olmasa da təxəllüsü işlədilir. Burada müəllifin təxəllüsü adı heç nə öz əksini tapmamışdır. Bəs şeirdə ümumiyyətlə müəllifin özünə müraciəti yoxdur dedik. Bəs müraciət varmı? Bəli. Nəyə müraciət var? Bayrağa. Ay, sağ olun. Bayrağa müraciəti biz görə bilirik. Bayrağa xitabı görə bilirik. Yaxşı, bu əsərin konkret yazılma tarixi məlumdurmu? Bəli. Aha, deyilənə görə o şəhərində bayraqdan sonra təsirlənibdir. Aha, bax, bəli. Bu bəzi testlərdə salırlar ki, AXC-nin süqutundan sonra yazıbdır. Xeyr, AXC-nin süqutundan sonra yazdığı unudulmaz yara var idi. Unudulmaz yara. Sonra 3 dənəsi var idi. Unudulmuş sevda, nə yazım qoy, olsun qoy, nə yazım, olsun qoy, nə yazım, bir də unudulmuş sevda. Bax, bu AXC-dən sonra yazdığı əsərlər idi. 10 aprel 1919-cu ildə Azərbaycan bayrağına sırf AXC dövründə 1919-cu ildə gəlir o bayrağımızın, üç rəngli bayrağımızın orada dalğalandığını görür və həmin anda bayrağımızı tərənnüm etmiş olur. Bəs burada yoldaşlar, bayrağımızın rənglərinin mənasını açır desəm, doğru fikirdirmi? Burada rəng söhbəti yoxdur. Rənglərin mənasını açması yoxdur. Üç rəngli bayraq deyir. Üç rəngin olduğunu deyir. Üç rəngin olduğunu deyir. Amma üç rəngli bayraq ifadəsi şəhidlərdə də keçirdi. Üç rəngli bayraq məsələsi. Burada da üç rəngli bayrağımız keçir. Amma o rənglərin mənasının açılması yoxdur. Bəs eyni adlı şeir Azərbaycan bayrağına. Bu adda şeir başqa kimin yaradıcılığında var idi? Cəfər Cabbarlı. Yadıma salmaq istəyirdim ki, Cəfər Cabbarlıda. Ay sağ olun.
sevdiyim, bir də Azərbaycan bayrağına AXC ilə bağlı Mənim orada yazılır. deyirsən, səhv eləmirəmsə, Orada açıldı rəngləri, bayrağı. Aysa, orada rənglərin Rənglər mənasını açır. Göy nədir, qırmızı nədir, göy türklərdən qalmalı və s. Qırmızı azadlığın nişanı bu cür mənaları açır. Amma burada isə bayrağın mənalarını açması yoxdur. Burada yoldaşlar, Türkistan deyəndə haranı nəzərdə tuturdu müəllif? Türkistan yəqin ki, türklərin yaşadığı yerdə, Ümumiyyətlə Türkiyəni, türklərin, Aysan, ümumi türk türklərin yaşadığı xalqlarının yer. yaşadığı yerləri nəzərdə tutur. Türkistan Tutum da yerləri bilmir. öpüb alnını, söyləyir dərdini sənə bayrağım. Burada Türkistan yerləri öpüb alnını. Burada təsvir ifadə vasitəsi olaraq nədən istifadə olunur? Aysa, bəli. Burada metafordan istifadə olunubdur. Daha sonra söyləyir dərdini sənə bayrağım. Orada da. Burada da yenə Yəni metafordan istifadə olunub. Üç rəngin əksini quzğun dənizdən ərmağan yollasın sana bayrağım. Aha, quzğun dəniz deyəndə Xəzər dənizinin köhnə adlarından biri də quzğun dəniz olubdu. Onun adı çəkilir. Xəzər dənizinin adı bir yanda Bəhri Xəzər, belində var qızıl kəmər, bir yanda Bəhri Xəzər. Azərbaycan şeirində də çəkirdi Əhməd Cavad. Bir də Xəzərin adı başqa hansı şeirdə var idi? Əsir Azərbaycanlıdır. Xəzər coşub zəncirini qırsa oy. Bəli, əsir Azərbaycanında bəli var idi. Ərmağan yollasın sana bayrağım. Burada bayrağım sözü həm xitabdır, Rədif. həm də rədifdir. Ayson. Həm xitabdır, həm rədif. Bu bizə nəyi xatırladır? Pərini. Pəridə də orada həm pəri sözü xitab idi, həm də pəri sözü orada rədif idi. Yaxşı, indi keçək növbəti bəndimizə. Burada belə deyək də, bayrağın müqəddəsliyi məsələsi, hətta bayrağın kölgəsinin düşən yerinin müqəddəsliyi məsələsinə də toxunulurmu? Bəli. Ümumi olaraq şeirdə bəli toxunulur. Bəs müəllif hara gedəndə bu bayrağı onun qarşısına çıxdığı qeyd olunur? Turana gedərkən çıxdın qarşıma. Yenə metafordur. Bayrağın müəllifin qarşısına çıxması metafordur, düzdürmü? Bayrağın kölgəsi nəyə bənzədir? Dövlət quşuna. Dövlət quşuna. Aha, bax təşbeh var. Kölgən dövlət quşu qondu başıma. Yəni o bayrağın kölgəsi düşən yeri dövlət quşuna bənzədir. İzin ver gözümdən axan yaşıma, dinlətsin dərdini sənə bayrağım. Burada da metafordan istifadə varmı yenə? Bəs bayrağın dinləməsi, yəni anlaması yoxdur ki. Ayson, yenə metafordan istifadə olunmuşdur. Xitab da var, metafor da var, təşbeh də var, rədif də var. Yaxşı, burada hansı soyun adı çəkilir? Qayı. Qayı. Rənglərdən birini də o qayı boyundan aldığın rəngi deyir. Burada bəs sülalə olaraq hansı sülalənin adı çəkilir? Elxanilər deyilməli. Ay sağ ol, Elxanilər. Aha. Qayı xan soyu, Qayı Osmanlılardır, Qınıq Səlcuqlardır. Qayı Osmanlılardır. Yəni Osmanlı Qayı xan soyundan aldığın rəngi, yəni Osmanlılardan aldığın rəngi qucamış Elxanla Müsəlman bəyi. Elxanla Müsəlman bəyi deyəndə bu Elxan kimi Onu da yəqin mən Elxanilərin Türk dövlətidə Hülakilər Elxanilər. Yox, Atabəy deyil Elxani. Atabəylər başqadır, Elxanilər başqadır. Elxanilər dövləti başqa olub, Atabəylər dövləti başqa olub. Yəni Türk olublar, Türk dövləti olublar, amma başqa dövlət olublar. Burada Elxanın övladı dinin dirəyi dedikdə nəyi nəzərdə tuturdu müəllif? Yəni bizi nəzərdə tutan şey ki, övladı dinin dirəyi, gətirdin könlümə səfa bayrağım. Elxanın Türk oğlu olması, Türk evladı. Aysan, Türk övladının olması. Bəli, tamamilə doğrudur. Yəni bu elə bil ki,
müsəlmanların, türklərin hamısının bir kökdən gəlməsi, bir ideyanın, bir dinin belə deyək də, dinin dirəyidir, bir dinin təbliğatçıları olduğu, bir dinin təbliği ətrafında toplaşması məsələsini diqqətə çatdırmaq istəyir. Gətirdin könlümə səfa bayrağı. Yəni biz türkləri hansı ki o boydan gəlirdik, o türkləri bir bayraq altında bir dində birləşdirdin. Bayrağın birləşdirməsi məsələsi, yenə bayrağın bunları birləşdirməsi, gətirməsi də yenə metafordur. Köksümdə tufanlar gəldim irəli, öpdüm kölgən düşən müqəddəs yeri. Bayrağın kölgəsinin düşdüyü yeri də müqəddəs yer adlandırır. Burada Allahın yıldızı, o gözəl pəri deyəndə nəyi nəzərdə tuturdu? Bayrağın üzərindəki ulduzu. Ay sağ olun. Və təşbih varmı burada? Var, bəli. O gözəl pəriyə bənzədir. Ulduzu nəyə bənzədir? Ulduzu pəriyə bənzədir. Təşbehdən istifadə olunur. Sığınmış qoynunda aya bayrağım. Yəni ulduz sənin qoynunda aya sığınıbdır. Bu da ulduzun aya sığınması da metafordur. Yəni bayrağım da həm rədifdir, həm də xitabdır. Bax burada bu hilalımız məsələsi var idi. Bir dənə onu sizə sual verim. Burada bayrağımızın ulduzun aya sığınması, hilalımıza qanımızı boyadılar. Bu harda var idi? Biz deyir bayraqlara. Yox, şəhidlərdə. Şəhidlərdə. Nə istəyir bu millət hissəsindədir? Yerimdə mənim o istiqamı. Mən deyir, millət deyir ümumiyyətlə əlində üç rəngli bayraq deyir meydanlara axışdılar. Ürəyimizdən çıxdı, artıq əllərdə dalğalandı. Aysa və bizim orada ağ rəngli hilalımızı, ayımızı bizim qanımıza boyadılar. Burada isə bizim bayrağımızdakı ulduz, gözəl pəri ayın qoynuna sığınması qeyd olunubdur. Buyurun müəllimə, sual verəcəkdiniz. Müəllim, burada bayrağın rəmzi işarələrinin mənası açılır. Yox. Yəni burada rəmzi işarələri deyərkən, yəqin ki, ulduzu filan nəzərdə tutur. Yəni göy rəng nəyi bildirir, qırmızı, yaşıl bunlar nəyi bildirir? Burada açılmır. O Cəfər Cabbarlının Azərbaycan bayrağında açılır. Burada Bilmirəm, MHM təhsilində onu düzgün götürür. Mən də qarşısına sual işarəsi qoymuşdum ki, sizdən soruşum. O rəmzi işarələri müəllimə, o yəqin ay ulduzu. Necə? Bir də həmin cümləni oxuyun görüm nə deyir. Deyir ki, müəllim, bayraq tərənnüm edilməklə yanaşı, onun rəmzi işarələrinin də mənası açılır. Yəqin ki, ay ulduzu nəzərdə tutur. Axı onun mənaları açılmır, sadəcə deyir ki, ulduz və ayın adı çəkilir. Mənaları açılmır axı. Belə baxanda açılması yoxdur axı. Məsələn, ulduz nəyi bildirir, ay nəyi bildirir, məna açılmır. Sadəcə orada bir dənə ulduzu gözəl bir pəriyə bənzədir və həmin o ulduzun da ayın qoynunda bayrağın üstündə sığınmasını qeyd edir. Məna açmır axı. Niyə onu düz götürürlər ki? Allahın yıldızı o gözəl pəri. Yəni o ulduz nəsə də qrup şeyləmir ki, nəsə pəriyə bənzədir. Axı. Yox, mənanı açmır. Baxaram sıxılmışam. Oradan yox, mənim o düzdür. Yox, mənanı açmır, 100% açmır. Orada mənanın açılması deyə bir şey yoxdur axı. Məsələn, bizim rəmzlərimiz var da, sümbül bolluğu, palıd uzun ömürlüyü, gerbdə, nə bilim, göy bu, qırmızı rəng bunu bildirir. Budur rəmzi mənaların açıqlanması. Yoxsa adlarının çəkilməsi. Yəni, burada hardasa belə götürür ki, yəni ulduzu pəriyə bənzədir. Pəri də ayı necə deyirlər, qoynuna sığınır. Yox, məsələn, ulduzu pəriyə bənzədir. Mən başqa bir şeyə parlayan, nə bilim, zümrüdə bənzədərəm ulduzu. O bizdə rəmzi mənası bizim ulduz o pəri deyil axı. Deyil, yox. O hansı mən düşünüblər, bilmirəm valla. Amma o fikri mən doğru götürmürəm ki, rəmzi mənaların açılması məsələsini doğru götürmürəm. Neçənci sualdır? O suala mən baxaram. Müəllimə sual deyir ki,
məzmunda verir. Məzmunda veriblər, hə, təhlilində Hə, veriblər. yəni o da təhlil Yox, kimi də. yox, razı Yəni o da deyiləm mən ona. doğruya gedib çıxmır. Yox, mən o Yəni fikirlə, rəsmən olsaydı götürmək olardı məncə. yox, o Rəsmi fikirlə olsaydı razı həqiqətən deyiləm. də. Çünki baxın, biz istinad edirik əsasən orta məktəb dərsliklərinə. Ona görə də həmişə sizə deyirəm ki, orta məktəb dərsliklərinə baxın. Düzdür, orada çox az məlumat verilib, az məlumat verilib. Deyir ki, nə vaxt yazılmasıdır, tarixi qeyd olunur. Sonra deyir, öz ixtiyarımıza buraxır ki, hə, burada mətləblərin üstünü özünüz açın, təsvir ifadə vasitələrinə baxın. Sualların içərisində suallar qurulub, o suallara baxmalıyıq. İdeyanı tapın, necə, nə düşünürsünüz bu barədə. Amma ki, elə bir məsələ yox, mən razı deyiləm. O fikrin, o cümlənin özündən mən razı deyiləm. Düşsə də məsələn, mən onu düz götürmərəm heç vaxt. Ki, axı asan. Yəni bizim mənim o məna da açıqlanması fərqlidir də. Ayın da bizdə o 8 güşəli ulduz olduğuna görədir. Yəni açıqlama rəmzi mənası var. Ayça, elmi cəhətdən izahı var da, belə deyim də, izah olunur. Rəmzlərimizin mənası izah olunur. O cür vermək nə dərəcədə doğrudur, bilmirəm, nə bəntiklə yanaşıblar. Ona görə mən bu kurs kitablarının təhlili məsələsinə fərdi yanaşmaqda, özlərinin fərdi yanaşması. Biraz məlumatlı məsələdir.